Bugün 21. Əziz maqnatçılar və Maqnat Klubunun qonaqları. Mənim adım Ülvi Rəşid. Mən Maqnat Klubunun həm təşkiçisi və birinci prezidentiyəm. Bugün möhtəşəm bir gündür. İki hadisəyə görə. Birincisi, bizim sevimli Maqnat Klubumuzun ad günüdür. 19 illiyidir. Və mən bugün çox şadam ki, Maqnat fəaliyyət göstərir, işləyir, böyüyür. Hər gün bizim tələbələr müxtəlif çempionatları udurlar, televiziya brendinglərini udurlar və s. İkincisi, hər birinizə mən minnətdaram ki, klubumuza dəstək olub. Bu 19 il ərzində klubu qabağa irəli aparıb. Bütün keçmiş və indiki klubun rəhbərlərinə, universitetin rəhbərliyinə və bütün oyunçulara ki, hər həftə gəlib oynayır, sağlam rəqabət şəklində özlərini inkişaf etdirir və komandalarını inkişaf etdirir. Və ikincisi, bugün Brainring oyunu üzrə fakültə arası çempionatdır. Və bu çempionatda mən bütün komandalara iki şey arzu edirəm. Birincisi, uğurlar. Uğur da nə deməkdir? Uğur 3 hissədən ibarətdir. Birincisi, lazımi vaxtda lazımi hərəkət etməkdir. Yəni, düyməyə basmaqdır. Mən eşitmişəm ki, ölkənin ən yaxşı düyməçiləri hamısı Maqnatdadır. Ona görə keçək nömrə 2-yə. Nömrə 2, sizə lazımi fikir, lazımi vaxtda başa gəlməlidir ki, siz də bu hazır cavab olasınız. Üçüncüsü də, lazımdır ki, siz bu fikri komanda üzvlərinə də çatdıra biləsiniz. Və lazım düzgün fikri seçəsiniz, düzgün cavabı seçəsiniz və udasınız. Bundan başqa, uğurdan başqa bir lakin var. Hamıya uğur arzulayıram, lakin yalnız bir komanda qalib gələcək. Həmişə belə olub, həmişə belə olacaq. Həm oyunda, həm ömürdə. Ona görə bugünkü ömür məşqində hamıya uğurlar və qalibə mənim təbriklərim. The winner takes it all. Xudahafiz.